Ona görə Allah təbarək və təala digər canlıların ixtiyarın insana veribsə, görürsən insanın əlinə baxır. İnsan, məsələn, heyvan saxlayır həyətində, o insandan asılıdır. Və yaxud da digər varlıqlar, hətta mələk adlı varlıq belə xüsusi qaydalar əsasında proqram əsasında öz əməllərini icra edirlər. Amma insanda biraz fərqlidir. İnsana deyirlər faili muxtar. Yəni, ixtiyar sahibidir iş görəndə hər hansı bir işi öz ixtiyar və iradəsi ilə icra edir. Buna deyərlər insan. Və Allah Teala insanın azadlığın, insanın sərbəstliyin, insanın öz ixtiyarı ilə bir əməl etməyinin tərəfdarı olduğuna görə 124 min peyğəmbəri göndərəndə hər birinə deyib ki, ged insanların, Həzrət Əleyhisselam peyğəmbərlərin gəlişi barədə danışanda Nəhcül Bəlağədə bir xütbədə bir hissəsində belə bir söz buyurur, kəlamların birində. Buyurur, peyğəmbərlərin gəlmə səbəbi insanların qəlblərində, batinlərində dəfn olunmuş xəzinələri aşkara çıxartmalıdır. O xəzinələr ki, insanın batinində yatıb, peyğəmbərlər gəlib onları aşkar eləsin.